Rit Kalinka birinci dərs qrammatika keçirik bugün. Başta yazı, tablitsa, cədvəl. Местоимения в именительном и винительном падежах. Şəxs əvəzlikləri adlı halda və təsirli halda. İmenительный падеж adlı hal deməkdir. Şəxs əvəzliklərini oxuyuram. Ya mən, t, sən, on, o kişi cinsi, ana, o qadın cinsi, ano, o orta cins, mı, biz, v, siz, ani, onlar deməkdir. Keçdik təsirli halda şəxs əvəzliklərini oxumağa. Меня, məni, son hərf idi. Tibə, səni, его, onu kişi cinsi, ее, onu qadın cinsi, его, onu orta cins, nas, bizi, vas, sizi, ix, onları. Adlı halda cümlə quraq bu əvəzliklərlə. Ya Anton, mən Antonam. T, Natasha, sən Natashasan. On, student kişi cinsini göstərir, o tələbədir. Ana, studentka qadın cinsi, o tələbədir. Mı, Anton, i, Natasha, biz Anton və Natashayıq. Вы, Ivan, siz İvansız. Ani, Ivan, i, Natasha, onlar İvan və Natashadırlar. Bunların heç birində gördüyünüz kimi biz şəkilçi əlavə etmədik. Azərbaycan dilində mənsubə şəkilçiləri var. Yəni biz deyirik, mən Antonam, burada am şəkilçidir. Sən Natashasan, san mənsubə şəkilçisidir və s. Amma rus dilində bu şəkilçilər olmadığı üçün biz sadəcə olaraq adlı halda həmin isimləri istifadə edirik. Keçdik təsirli hala. Меня zovут Anton. Məni Anton çağırırlar. Тебя zovut Natasha. Səni Natasha çağırırlar. Его zovut Misha. Onu Misha çağırırlar. Ее zovut Nina. Onu Nina çağırırlar. Nas zovut Anton и Nina. Bizi Anton və Nina çağırırlar. Вас zovut Ivan и Katya. Sizi Ivan və Katya çağırırlar. İx zovut Nina и Misha. Onları Nina və Misha çağırırlar. Adlı halda və təsirli halda şəxs əvəzlikləri və onlarla qurulan cümlələr keçdik. İndi biz bu keçdiyimizi çalışmada tam başa düşək, bərk edək. Təkrar edək. Упражнение 1. Çalışma 1. Вставьте недостающие слова. Buraxılmış, yəni çatışmayan sözləri yerinə qoyun. Baxın, utro qabağında nə ola bilər? Sabahın xeyir demək istəyirsə, доброе утро. Sonra günün xeyir, добрый день. Как у тебя dела? Bir dənə u qoyacaq burada. Sənin işlərin necədir? A u вас, bəs sizin? Добрый вечер, axşamın xeyir. Как у тебя dela? Sənin işlərin necədir? Спасибо, отлично, sağ ol, əladır. Как вас zovут? Sizi necə çağırırlar? Упражнение 2-də bayaqlar şəxs əvəzlikləri keçdik adlı halda və təsirli halda eynən həmin qrammatikanı tətbiq edirik bu çalışmada. Deməli, ya Ivan adlı halda verdi burada. Mən Ivanam. Qarşısında təsirli halda Меня zovut Ivan. Məni Ivan çağırırlar. Ты Maria, sən Mariyasan. Тебя zovut Maria, səni Maria çağırırlar. On Anton, o Antondur. İndi mən bunu təsirli halda qoysam, deyəcəm, onu Anton çağırırlar. Его zovut Anton. Ana Katya, qadın cinsi, o Katyadır. Mən deməliyəm, onu Katya çağırırlar. Ее zovut Katya. Мы Katya и Ivan, biz Katya və Ivanıq. Nas zovut Katya и Ivan, bizi Katya və Ivan çağırırlar. Вы Sasha, siz Sashasız. Вас zovut Sasha, sizi Sasha çağırırlar. Ani Sasha и Nina, onlar Sasha və Ninadırlar. İx zovut Sasha и Nina, onları Sasha və Nina çağırırlar. Ya Nikolay, mən Nikolayam. Меня zovut Nikolay, məni Nikolay çağırırlar. Keçdik упражнение 3, çalışma nömrə 3. Yenə də закончите диалог. Dialoqları bitirin. Доброе утро, sabahın xeyir. Tanya. Привет, Виктор, как дела? Salam, Viktor. İşlər necədir? Отлично, əla. Sual verir, deməli, soruşmalıyım. A у тебя, bəs sənin? Тоже хорошо, həmçinin yaxşıdır. Yenə sual verir, amma cavaba baxıram. Deyir, da, ya studentka, bəli, mən tələbəyəm. Demək, sual verməliyəm, sən tələbəsən. Ты студентка? Da, ya studentka. A ты, çünki bu da sual verir, deyir, bəs sən? A ты, mən də tələbəyəm. Ya тоже student.
Sonra da xudafisləşir. Paka, paka. Hələlik, hələlik. Упражнение 4. Dördüncü упражнение. Çalışmam. Ставьте пропущенные буквы. Buraxılmış hərfləri yerinə qoyun. Birincidə sağ ol deyir. Спасибо. İkincidə yaxşı, хорошо. Üçdə salam, привет. Dördüncüdə studentka, tələbə, qadın cinsində. Beşdə отлично, əla. Altıda плохо, pis deməkdir. Yedincidə sonuncu normalna qaydasında deməkdir. Bununla da dərsimiz sona çatdı. Birinci dərsimiz sona çatdı. Sağ olun.